Assalamu aleykum və rəhmətullah. Hər birinizə Allah mütəalının salamı olsun. Allah itaat və ibadətlərinizi inşallah ki, ən ali dərəcədə qəbul eləsin. Allahın izni ilə inşallah ki, bugünkü mövzumuz, söhbətimiz Hz. Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm və onun pak olan əhl-i beytinə salam göndərmək və yaxud daha sadə şəkildə desək, salavat barəsində olacaq. Bildiyimiz kimi Allah Müteal Hz. Peyğəmbər barəsində Qur'an-ı Kərimdə bir ayədə buyururdu ki, Bismillahirrahmanirrahim və mə ərsəlnəkə illə rəhmətən lil-aləmin. Hz. Peyğəmbərə xitabən Allah Müteal buyururdu ki, biz səni aləmdəkilər üçün aləmlərə yalnız bir rəhmət olaraq göndərmişik. Yəni sən rəhmət Peyğəmbərisən. Sənin vücudun və bərəkətin bütün aləmlərə şamildir. Və başdan başa xeyirsən. Başqa bir ayədə də Allah Müteal insanlara Hz. Peyğəmbərin şəxsiyyətini tanıtdırarkən buyurur ki, لَقَدْ جَاءَكُمْ رَسُولٌ مِنْ أَنْفُسِكُمْ عَزِيزٌ عَلَيْهِ مَا عَنِتُّمْ حَرِيصٌ عَلَيْكُمْ بِالْمُؤْمِنِينَ رَؤُوفٌ رَحِيمٌ. Deyir, həqiqətən Allah Müteal buyurur ki, sizə özünüzdən olan bir Peyğəmbər gəlib ki, sizin əziyyət və çətinliyə düşməyiniz ona ağırdır. O, sizi çox istəyir, möminlərə qarşı çox mərhəmətli və mehribandır. Yəni, belə bir Peyğəmbər gəlib sizə. Bu ayələri qeyd etməkdə məqsədimiz budur ki, Allah Müteal Hz. Peyğəmbərin şəxsiyyətini insanlara çatdıranda, onu vəsf edəndə, onun aləmdəkilər və insanlar üçün rəhmət olduğunu insanlara xatırladır və bundan da əlavə olaraq onun insanları nə dərəcədə sevdiyini bizlərə çatdırır. Əsas mətləb isə burada başlayır. Allah Müteal Peyğəmbəri vəsf edəndə, tərif edəndə onun barəsində bu ayəni bizə çatdırır. Əvvəlcə inşallah ki, Peyğəmbər və Ali Peyğəmbərə bir salavat ehsan eləyək. Allah Müteal buyurur ki, İnnəllâhə və mələikətəhu yusallûnə alən-nəbi. Həqiqətən Allah və onun mələkləri Hz. Peyğəmbərə salam və salavat göndərirlər. Ya əyyuhəl-ləzīnə āmənu, ey iman gətirənlər, sallu aleyhi və səllimu təslima. Bir salavat ehsan eləyək Peyğəmbər və Ali Peyğəmbərə. Deyir ki, ey iman gətirənlər, siz də ona salam göndərin və tam şəkildə ona təslim olun. Biz bu ayə ki var, bu ayəni hər namaz arası deyirik də. Allah Müteal özü əmr edir ki, ey iman gətirənlər, siz də ona salam və salavat göndərin. Bu bir məsuliyyətdir. Amma Allah Müteal ki, bu ayəni bildirir, bu ayənin barəsində biz o qədər də məsuliyyətli yanaşmırıq. Əmr bundan ibarətdir ki, Peyğəmbərin adını eşitsək, yaxud bu ayəni bilsək, eşitsək, adını eşitsək, dərhal gərək salam göndərək. Salamı da belə salam xətrinə yox, həqiqətən də salamı da salam kimi göndərmək lazımdır. Bu salam və salavatdan çox şey asılıdır. Misal üçün, Hz. Peyğəmbər özü buyururdu ki, hər kəs mənə rəhmət göndərsə, yəni mənə salam göndərsə, Allah Taala və onun mələkləri də ona salam və salavat göndərər. Kim ki mənə salam göndərir? Deyir ki, istəyən az, istəyən də çox göndərsin. Yəni, kim az göndərsə, az əvəzini görər, kim də çox göndərsə, çox əvəzini görər. Başqa bir hədisdə Hz. Peyğəmbər buyururdu ki, Əs-salatu aleyyə və alə əhli beyti təzhəbu bin nifaq. Mənə və əhli beytimə rəhmət göndərmək, yəni salam və salavat göndərmək nifaqı aradan aparır. Yəni, mənfi xislətləri aradan aparır. Bunlar bizim əslində bildiyimiz şeylərdir, amma əməl etmədiyimiz şeylərdir. Eyni zamanda salavatın xüsusi yeri var. Məsələn, duaların qəbulu
salavatdan asılıdır. Ən xüsusi göstəriş budur ki, bir nəfər Allahdan nəsə istəyəcəksə, əvvəl salavat göndərsin Həzrəti Peyğəmbər və onun pak əhli beytinə, sonra öz hacətini istəsin, duanı da salavatla bitirsin. İmam Sadiq əleyhissalamın göstərişidir. Amma biz buna bu qədər də əməl eləmirik axı. Bu salavat bildiyimiz sadə məsələ olsa da, məsələn, dəhşətlidir ki, Peyğəmbər və onun pak əhli beytinin adı gələn yerdə, məsələn, ona elə-belə salavat göndərirlər. Bu doğru deyil. Salavat da onun haqqı ilə həyata keçirilməlidir. Məsələn, İmam Sadiq əleyhissalam gördü ki, Kəbə evinin ətrafında bir adam belə dua eləyirdi ki, İlahi, sənin salam və salavatın olsun Peyğəmbərə. Dedi ki, İmam Sadiq əleyhissalam ona, ey Allah bəndəsi, salavatı kəsmə, yəni onu natamam eləmə. Bizim haqqımıza qarşı zülm eləmə. O adam başa düşmədi ki, nə mənada salavatı kəsmə nə deməkdir ki? İmam buyurdu ki, belə de, ey Allah, Həzrəti Peyğəmbərə və onun pak əhli beytinə salam göndər, rəhmət göndər. Yəni, Həzrəti Peyğəmbər və onun pak əhli beytini birlikdə sən salamlamalısan. Ayrımçılıq eləmə, tam şəkildə elə. Və digər əqidədə olanlar ki, düzdür, onlar bizim üçün təbii ki, önəmli deyil, amma digər əqidədə olanlar belə etiraf ediblər ki, onların hədis mənbələrindən deyək, mənbəsi də yerindədir, kim istəsə deyərik. Deyir ki, böyük alimlərindən onların biri deyir ki, dua eləyəndə kimsə, həmin dua göy ilə yer arasında dayanar. Peyğəmbərə salavat göndərməyənə qədər o duadan heç bir şey Allah qatına yüksəlməz. O vaxta kimi ki, Həzrət Peyğəmbərə və onun pak əhli beytinə salavat göndərilsin. Salavat bu qədər mühüm məsələdir və sıxıntıları aradan qaldırar. Kimin ki, nə qəmi varsa, onu ondan uzaqlaşdırar. Və buna görə gərək biz bilək ki, Həzrət Peyğəmbər və onun pak əhli beytinə salam göndərmək, salavat göndərmək, eyni zamanda da bayaq dediyimiz hədisə uyğun olaraq onların da bizə kömək etməsi deməkdir. Kim ki deyir ki, təvəssül yoxdur falan, bunlar boş şeylərdir, mövzumuz o deyil deyə. Təbii ki, Allah mütəalın onunla, kimlərlə ki istəyir biz ona yaxınlaşaq, necə ki Həzrət Peyğəmbər və onun pak əhli beyti, kim onlarla Allaha yaxınlaşmasa yaxınlaşa bilməz. İbadəti də heç nədir, itaəti də bir şey deyil. İndi məsələ də budur ki, bəzi insanlar da görürsünüz ki, salavatı göndərəndə natamam göndərirlər. İndi biz deməyək də. Amma doğrusu budur ki, sallallahu aleyhi və alihi və səlləm. Yəni doğru olanı budur ki, İmam Sadiq də buyurur ki, bizim haqqımızı kəsməyin. Yəni salam olsun Peyğəmbərə, salavat olsun Peyğəmbərə və onun əhli beytinə. Doğrusu budur. Bir də fərq eləmir, biri burada məsələn əyləşib, biri digər yerdə əyləşib. Həzrət Peyğəmbərin əhli beytinin və onun öz adını eşitdiyimiz zaman mütləqdir ki, salavatı da salavat kimi deyək, uca səslə deyək. Bu həm dini şüardır, dini yaşadan amillərdən biridir. Necə ki, azanda adını eşidəndə salavat göndərir, bu vacibdir. Vay o günə ki, bunlar aradan gedər, adi bir şey kimi yanaşırlar. Azanda məsələn, Peyğəmbərin adı gedər, heç kimdə salavat deməz. Bu çox böyük dərd olar. Bu böyük neymətdir. Və bu, insanın iman gətirməsi deməkdir Peyğəmbərə. Və insanın etirafı deməkdir ki, mən həmin Peyğəmbəri və onun pak əhli beytini qəbul eləmişəm. Önəmli məsələdir. Eyni zamanda dualarımızın qəbulu üçün də, iki nəfərin arasında nifaqın aradan getməsi üçün də, xüsusi sıxıntıların, müşkillərin aradan qalxması üçün də Peyğəmbər və onun pak əhli beytinə salavat göndərməyin xüsusi olaraq öz yeri var. Bir adam gəldi İmam Sadiqə dedi ki, mən getdim Kəbə evinə, deyir, ziyarət eləyəndə, görəndə bütün dualar yadımdan çıxdı. Bircə ilə yadımda qalan bu oldu ki, Peyğəmbərə və onun pak əhli beytindən salavat göndərim. İmam Sadiq də buyurdu ki, sən, indi söz mənimdir, məzmun bundan ibarətdir. İmam buyurdu ki, elə ən yaxşısını etmirsən. Bundan üstün xeyir yoxdur.
Allah Müteala'dan istəyir ki, Allah Müteala bizi Həzrət Peyğəmbər və onun pak əhl-i beytindən ayrı salmasın inşallah. Allah Müteala'dan istəyir ki, Allah Müteala bizi öz gözümüzdə kiçiltməmiş, başqalarının gözündə ucatmasın. Allah Müteala'dan istəyir ki, Allah Müteala övladı olmayanlara salih övlad nəsib eləsin inşallah. Allah Müteala'dan istəyir ki, Allah kimin ki sıxıntıları var, çətinlikləri var, Qur'an və əhl-i beytə xatir həll etsin inşallah. İtaat və ibadətlərimizin qəbulundan ötəri, zamanənin imamının salamatlığından ötəri, Peyğəmbər və ali Peyğəmbərə salavat etsən eləyək.